Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub. Sözügedən xidmətin icrası direktorunun müvafiq əmrinə əsasən Azərbaycan televiziyasının aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. O, əmək fəaliyyətinə Lider TV-də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, Günaz TV, MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsinə icra edib. Xatırladaq ki, o Azərbaycan televiziyasında telesəhər verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.